Ya Rəbbim, mən bəndəvin sənə olan ümidi sonsuzdur. Nə qədər ümidimiz var Allaha, bir dənə özümüzə sual verələ, nə qədər ümidimiz var? Hamı deyər, çoxdur Allaha ümidim. Çoxdursa, niyə hacətlər ala bilmirsən Allahdan? Ümidimiz zəifdir, dildə deyirik ki, Allahım sənə olan ümidim sonsuzdur, bu dildədir. Allah birdən dualarımızı qəbul eləməz ha? Bu məyusluq var. Bu məyusluğu da artıran şeytandır. Şeytanın vəsvəsəsidir. Qoymur sənə Allaha tam bağlanasan. Sən ki deyirsən ha, Allahım, mənim sənə olan ümidim sonsuzdur. Şeytan gəlir. Bir məyusluq salır ki, nə oldu 100 dəfə demirsən də niyə vermir Allah? Səni məyus edir. Çəkil bir qırağa. Allah da imtihan edir. Ağırdır, çətindir, amma gözəldir. Allah da imtihan edir. Görüm hara kimi dözür bu. Görüm haçan gedəcək. Dinən Allahım, heç vaxt getməyəcəm. Sən nə qədər məni qapından qovmursan, mən getməyəcəm o qapıdan. Sonda bunu deyən. Mən keçmişdə günahlar eləmişəm ha, ya Rəbbim. Sənə o qədər ümidim var ki, mənim bütün günahlarımı bağışlayacaqsan. Deyir, cavabı bilsən olacaq. Allah deyəcək, bunu istəyirdim. Mənə lazım idi ki, tam qəlbən dərk eləyəsən ki, bu qapıdan əli boş qayıtmayacaqsan.